Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in. Minnel an ila kıyam yevmiddin. Amine ya rabbel alemin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavlim ve emma ba'd. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allah'ın adıyla. Allah'ın salam ve salavatı olsun Peyğəmbər və onların pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Hədis anlama metodu dərsində. 14-cü dərs, bugün 24 yanvar 2026-cı il təsadüf edir. Əlfəz Əbbas əleyhissalamın təvəllüd gününə. Mən bu münasibətlə hamınızı təbrik edirəm. Allahdan istəyirəm ki, Allah Teala hər birimizə məsumlarımızın, Əbbas əleyhissalamın ziyarətini və şəfaətini hamımıza qismət eləsin. Allah bizi bu yolu gedənlərdən və qədəminin, əqidəsinin, düşüncəsinin möhkəm olan şəxslərdən qərar versin. Və Əbbas əleyhissalam kimi bizi də mətin, dözümlü, səbirli, elmli, etiqadlı, vəfalı şəxslərdən qərar versin. Amin. Və Allah Teala Əbbas əleyhissalamızın xatirinə yolun gözlədiyimiz 12-ci mamımızın gəlişini tezləşdirsin. Amin. Biz təbii ki, bu elmdə hələ ki tanışlıqdır. Bugün də bitirək tanışlığımızı. İnşallah gələn dərslərdən başlayacaq dərsin özündən. Bilirsiniz də, hər dəfə mən dərs keçəndə bir neçə dərs tanışlıq dərsi olur. Çünki tanışlıq olmasa biz dərsi anlamayacaq. Dərsin metodu, dərsin hədəfi, bu barədə alimlərin fikirləri və bunlar biləndən sonra başlayır niyə? Elmi bəhslərə. Yəni maraqlı dərslər daha qabaqda olacaq. Mümkündür bu dərslər biraz sizi narahat eləsin. Ümidvaram ki, həm də vaxt cəhətdən elə də əziyyət olmaz. Yəni tanışlıq ünvanında məsələn düşünək ki, hələ də biz bir şey elmi cəhətdən bilməmişik, amma narahat olun, biraz səbirli olun. İnşallah bu gün bu dərsi bitirim, qutarım. İnşallah gələn dəfədən mən çalışacağam çox uzatmayayım. Əsas dərslərə qeyd edim ki, ta yaya kimi bu dərsi qutarım. Çox dərslər açığı. Mənə baxdım, qutarmasam qalar gələnlə belə düşünmüşdüm. İnşallah çalışım yaya kimi görüm nə eləyəm, ta ki bu dərsi bitsin bizdə. Hədis anlama, fikul hədis. Doğru yanaşma və zəif yanaşma. Hədislərə nə cür yanaşırıq biz? Doğru yoxsa zəif? Yəni insanın yanaşmasından çox şahsıdır da, səthi yanaşır, sadəlövhlü cəhətlə yanaşır. Məsələn, baxır ki, bu imamın adından söylənilib, İmam Hüseyin belə buyurdu. İmamın qurban olun, imam mənim canım ciyərim. Düzdür, məhəbbət, sevgi, əla şeydir həqiqətən məsumlarımıza. O imamın adı orada gəldiyi üçün ondan sonra hansı cümlə qeyd edilir, ona çox önəmi olmur. Düşün ki, bu yazılıbsa, üstəlik İmam Hüseyin bunu buyurubsa, xanım Fatimə bunu buyurubsa, Peyğəmbərimiz bunu deyibsə, bu doğru hədis olar və bunun mənası da bu ola bilər. Deyib, bəzən bizim belə yanlış yanaşmamız olur. Emosiyaya qapanlıq, təbii ki, bundan kimlərsə də istifadə edir. Baxın, həmişə demişəm, sadəlöv olmaq olmaz. Dində sadəlöv olsam, nə sənin bir quruculuğun olacaq, nə idarətmən olacaq, nə bir iz qoya biləcəksən. İnsan sadə olmalıdır, təvazu başqa, amma sadəlöv ki, hər şey inanım, hər şey qəbulim, yox, belə bizə bir şey yoxdur. Əllah Məclisi ki, Bəhar Anvar kitabı məşhurdur, o kitabın müəllifidir bu. Öz kitabının müqəddiməsində bir dənə bir bölmə açıb, o fəsil deyirlər, fəsil. O ilə tavsiqul məsadir, məsdərlərin siqə olması, yəni mənbələrin etibar olması. Məsələn, bu hədis, məsələn, götürülüb filan kitabdan. Yəni, filan kitab artıq bizim üçün mənbədir də. Məsələn üçün deyək, Bəhərli Anvar götürüb deyə məsələn üçün Usul Kafidən.
Deyir bu kitabı bildik. Bunun mənbəsi də etibarlıdır yoxsa yox? Çox qəşəng bir mövzudur bu, ağır mövzu açığı, hədis elmi. O bu bölmədə istifadə olunan kitabların mənbəyi və etibarlığı barəsində və onların zəifliyi barəsində, güclü olmağı barəsində bir araşdırma aparıb. Araşdırma asan iş deyil. Hər oğlun işi deyil açığı. Hər alimin başı üçün deyil. İnsan oxuya savadlı olur, amma təhqiqatçı olmaq, araşdırmacı olmalı çox ağırdır. Onu bilən bir çox ilmin olur ustadı. O kitabların birində Misbahu Şəriə kitabına toxunur. O kitabların biri daha doğrusu ki, onun mənbəsi etibar deyil. Misbahu Şəriə. Bu kimin kitabıdır? Bunu bilirsiniz. Və əsas bu kitabın bizdə var tərcüməsi. İmam Sadiq əleyhissalama nisbət verilən kitab. Şəriətin misbah da çıraq mənasında, şəriət çırağı. Mən bu görmüşəm bizim dildə tərcüməsini. Bəlkə siz də görmüşsünüz. İmam Sadiq əleyhissalama nisbət verilir. Fiqhi dəlillər var, fiqhi, şəriət kitabların dəlilləri, müştəhidlərin istifadə etdikləri mənbə kimi kitablar. Deyirlər ki, Misbahu Şəriə İmam Sadiq əleyhissalam kitabıdır. Bu onundur və danışır şəriətdən. İndi deyir Allah məcidi ki, İmam Sadiq əleyhissalama nisbət verilən bu kitab etibarı deyil. Araşdırır da. Deyir ki, mən ərəbsini oxumuram, deyir ki, Misbahu Şəriə kitabında İmam Sadiq əleyhissalama şəriət kitabı baxımından nisbət verilən o kitab insanın ustad bededə, düşüncəli, var ağıl, var düşüncəli ağıl. Düşüncəli ağıl sahiblərini şəkkə salır. Deyir, onda elə üslublar, elə stillər, elə ifadələr vardır ki, İmam Sadiq əleyhissalama nisbət verilir. O ifadələr digər imamlarımızın ifadəsindən fərqlidir.